Salam uşaqlar, bugünkü dərsimiz olacaq düz mütənasib asıllıq. Namazovda olan tapşırıqlara baxaq. Birinci tapşırıq. Alıcı bir neçə metr parça üçün 48 manat pul ödədi. Parçanın uzunluğu 3 dəfə çox olarsa, bizə deyir ki, hər bənd üçün suallara cavab ver. Alıcı nə qədər pul ödəyir? Əgər alıcı 45 manat pul ödəyibsə uşaqlar, parçanın uzunluğu 3 dəfə çox olsa, deməli 48-i vuraram 3-ə, alıcı 144 manat ödəyir. Yəni, parçanın uzunluğu nə qədər artsa, onun verəcəyi pul bir o qədər azalır. 4 dəfə çox olsa 48-i 4-ə vuracaq. Yəni, verdiyi pul da 4 dəfə çox olacaq. 2 dəfə azalsa, onda 24 manat verəcək. 8 dəfə az olsa 8 manat verəcək. Yəni, parçanın uzunluğu ilə ona verdiyi pulun miqdarı düz mütənasibdir. Uzunluq nə qədər çox olsa, pul da bir o qədər artacaq. Bəli, düz mütənasibdir. Şəkildəki bərabər tərəfli üçbucağın tərəfinin uzunluğunu 2 dəfə artırılsa, 3 dəfə azaldılsa, 5 dəfə azaldılsa, perimetri necə dəyişər? Bərabər tərəfli üçbucağın perimetri 3 vur adı və perimetr tərəflə düz mütənasibdir. Yəni, tərəf nə qədər artsa, perimetr də o qədər artacaq. Tərəf 2 dəfə artsa, perimetr də 2 dəfə artacaq. Tərəf 3 dəfə azalsa, perimetr də 3 dəfə azalacaq. Tərəf 5 dəfə azalsa, perimetr də 5 dəfə azalacaq. Üçüncü. Hansı cədvəldə x və y dəyişənləri düz mütənasibdir? Birinci düz mütənasibin düsturunu yazaq uşaqlar. Y bərabərdir k vur x. Və biz buradan k-yı tapsaq, y-i bölürü x-ə. Bunu kəsr xətti ilə də yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni, burada k mütənasiblik əmsalıdır. Gəlin buradan biz k-yı tapaq. Y-x-ə bölək. Burada da 2-dir, burada da 2-dir, burada da 2-dir, burada da 2-dir, burada da 2-dir. K sabitdir. Bütün cədvəlin bütün mütənasiblik əmsalları 2 olduğu üçün və bərabər olduğu üçün deyirəm düz mütənasibdir. 2-yə baxaq. Burada k-yı tapsam, bura 4, bura 2, bura 2, bura 3. K-nın qiyməti dəyişkəndir. Deyirik düz mütənasiblik yoxdur. 3-ə baxaq. 6-nı 2-yə 3, 15-i 5-ə 3, 18-i 6-ya 3, 24-ü 8-ə 3. K-nın qiyməti eyni olduğu üçün düz mütənasibdir. 16-nı 4-ə bölürəm 4, 15-i 5-ə bölürəm 3. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. Düz mütənasib deyil. 4-cü suala baxaq uşaqlar. Malın kütləsi x kiloqram, məbləği y manatdır. Uşaqlar, malın kütləsini və manatını verir. Mən bunun 1 kilosunu, məsələn, baxın 4 kilosu 20 manatdırsa, bunun 1 kilosu neçə manat olur? Hamısı üçün 1 kilo dəyişməzdir da, düzdür. Yəni, k-yə mütənasiblik əmsalı bunun 1 kilosun qiyməti deməkdir. Sabit 5 manat olacaq. Onda 35 manat veribsə 7 kilo alıb. 9 kilo alıbsa buna 45 manat verəcək. 1 kilo alıbsa buna 5 manat verəcək. Digərinə baxaq. Cismin həcmi ilə kütləsi, uşaqlar, bunun deməli 3 kub metrin kütləsi 9.6-dırsa, 1 kub metrin kütləsini necə tapıram? 9.6-ı 3-ə bölürəm. 3,2. Onda hamısının 1 kub santimetrin kütləsi dəyişməz olduğu üçün 3,2-ni 1-ə vuraram. 3,2. 16-nı 3,2-yə bölərəm. Eləyər 5 dəfə. Sonra 7-ni 3,2-yə vursam, onda da uşaqlar, deməli, sürəti verib 6 km saat. Bu nə deməkdir? Yəni ki, maşın 1 saatda 6 km yol gedir. Biz sürətdən bunu başa düşürük. İndi gəlin bura baxaq. Burada biz sürəti tapsaq, sürət burada k bizdə sürət olacaq. 300 fırında 5-ə bölürəm 6. 418 fırında 8-ə bölürəm 6. Hamısının cavabı 6 ilə uşaqlar. Bəli, deyir ki, bizə düz mütənasib kəmiyyətlər olduğunu izah eləyir. Mən də deyirəm ki, 1 saatda 6 km gedib. Bu verilən hamısında 1 saatında 6 km gedib. Deməli, düz mütənasib. Sonra keçək 6-ya. Deyir ki, 6 saatda 630 km yol gedən minik avtomobili 8 saata nə qədər yol gedər? Biz də bilirik ki, uşaqlar nə qədər çox deməli, sürətlə yolla zaman düz mütənasibdir. S bərabər deyil uşaqlar V vur T. S də tezcə mütənasibdir, düz. Yəni, nə qədər çox saat geçsə, bir o qədər çox yol gedəcək. Düz mütənasibi də x ilə işləyirik. X bərabərdir
Daha doğrusu 6-nı x-ə vururam. 6 vur x bərabərdir. 630-u vururam 8-ə. Buradan da x-i tapsam. 630-u 8-ə vurub bölürük 6-ya. İxtisar gedər 105. Bu deyilir 840 kilometr. Yeddiyə baxaq. Deməli, 7-ci tapşırıqda 5 kub santimetr poladın kütləsi 39 qramdırsa, onda 7,5 santimetr poladın kütləsinə qədər. Nə qədər çox həcmi varsa, bir o qədər kütləsi çox olacaq. Deməli, buradan x-i tapanda 5-i vuracaq x-ə və bərabər olacaq. 39-u vuraram 7,5. Buradan x-i tapsam, 39-u vuraram 7,5-ə bölərəm 5-ə. 5 ilə 7,5 ixtisar gedər, 1,5 qalar, düzdür. 1,5-də vurarıq 39-a. Eləyir 58,5. Və ya uşaqlar, bura baxıram. 5 neçə artıb 7,5 olub? 1,5 dəfə artıb. Onda 39-da 1,5 dəfə artıra bilərəm. Belə də yaza bilərik. 8-ə baxaq. Bir dəqiqə. Lütfen balacalaşdıraq. Aha. 4,8 manata mən 4 kilogram alma alıramsa, 8,4 manata mən daha çox alma alacağım. Düz mütənasibdir, düzdür. Bunu da birbaşa x-i necə tapırıq uşaqlar? 8,4-ü vuram 4-ə. Bölürəm 4,8. Bu ixtisar gedər, eləyər 1,2. Bu da ixtisar gedər, eləyər 7. Deməli, mən 8,4 manata 7 kilogram alma alarım. 9-a keçək. 6 eyni kitab 51 manatdır. Bəs, mənə deyir 68 manata. Mən bu kitablardan neçəsini alıram? Daha çox pul vermişəmsə, daha çox kitab alarım. Düz mütənasib. X bərabərdir. 68-i vururam 6-ya, bölürəm 51. 6 ilə 51-i 3 ixtisar eləyərik. Düzdür. 3-ə gedər 2, 3-ə gedər 17. Bu da ixtisar gedər. 4, 4-ü də 2 eləyər 8. Deməli, 68 manata 8 kitab alaram mən. Çalışın həmişə ixtisarlarını işlən uşaqlar. 10-cu sual. 8 saat 36 detal hazırlayan usta. Tez yazıram. 8 saat 36 detal. Həmin məhsuldarlıqla 54 detal hazırlamaq istəsə, buna neçə saat vaxt sərf eləyəcək? Nə qədər çox detal hazırlamaq istəyirsə, onun bir qədər çox saat vaxtı gedəcəkdir, düzdür. Düz mütənasib. X-in qabağında 36 durub yazıram məxrəcə. 8 vur 54. Hər ikisini 6-ya apararam. 6, 9, 3-ə gedər 2, 3-ə gedər 3, 1, 4, cavab 12 saat. Deməli, 54 detal üçün 12 saat vaxtı gedəcək. Sonra 11-ci suala baxaq uşaqlar. Deməli, 25 kilometr yola 4 litr benzin işlədir maşın. Bu avtomobil 80 kilometr yola nə qədər benzin işlədər? Nə qədər çox yol, bir o qədər çox benzin deməkdir. Düz mütənasibdir. 80-i vururam 4-ə. Bölürəm 25-ə. Cavabımız eləyəcək uşaqlar 12,8 litr. 12-ci sual. 12 detal hazırlamaq üçün 15,6 kilogram metal işlədir. Bəs 39 kilogram metaldan mən nə qədər detal hazırlayıram? Nə qədər çox kilo, bir o qədər çox detalda. Detal artdıqca onun ağırlığı da artmalıdır uşaqlar, düzdür. X bərabərdir. 12-ni vururam 39-a, bölürəm 15,6-ya. Deməli, 12-ni vururuq 39-a, bölürük 15,6-ya. Eləyir 30. Detal.
13-cü sual. Bunların hamısı demək olar ki, eyni gedir. Sadəcə vahidlər bərabər olmalıdır. Bir də ona fikir verin. Deməli, divar saatı 6 dəqiqəyə 312 dəfə rəqs edirsə, bəs 3,5 dəqiqəyə nə qədər rəqs edəcək? Burada saat olsaydı uşaqlar, onu da mütləq dəqiqəyə çevirməliydik. Nə qədər az dəqiqədirsə, bir o qədər az rəqs eləyəcəkdir. Düzdür? Düz mütənasibdir. X-i tapsam, 3,5-i vuraram 312-yə, bölərəm 6-ya. Bu gedər eləyər 52, 3,5-i vuraq 52-yə. 182. 182 dəfə rəqs edəcək. 14-cü tapşırıq uşaqlar. Deməli, 0,6 ton təzə almadan mən 114 kiloqram alma qurusu alıram. Bəs 4,2 ton təzə almadan nə qədər alma qurusu alıram? Almamın kilosu artsa, əldə etdiyim alma qurusu da artacaq. X-i tapmaq istəyirəmsə, 4,2-ni vururam 114-ə, bölürəm 0,6-ya. İxtisar gedər, qalar 7, eləyər 798. Sonra 15-ci suala baxaq. 31 kub metr əhəngin kütləsi 37,2 tondur. Bəs 28,8 tondur. Tonun altında yazılmalıdır uşaq. Vahidlər mütləq bir-birinin altında. 28,8 ton əhəngin həcmini istəyir məndən. Daha çox, həcmi, kütləsi azalsa demək həcmi də azalacaq. 31-i vururam 28,8-ə, bölürəm 37,2. Cavab 24. 24 kub metr. Deməli uşaqlar 16-cı suala baxaq. 100 litr süddən mən 9 kiloqram pendir aramsa, 600 litr süddən nə qədər alıram? Uşaqlar 100 litr idi, oldu 600 litr. Neçə dəfə artırdım litrini? 6 dəfə. Deməli, onda kilosu da 6 dəfə artacaq. Olacaq 54. Yəni, X-i 600-ü 9-a vurub 100-ə bölməkdənsə, belə eləmək məncə daha rahatdır. 6 kub metr kartofun kütləsi deyir 9 tondur. Və düzbucaqlı polipiped şəklində olan bir ambarım var. Onun içində nə qədər kartof olduğunu istəyir. Birinci ambarımızın biz həcmini tapacağıq. Deməli, ambarımızın həcmi 18 vur 10,5 vur 2,4. Bu deyilir 453,6 kub metr. Bu ambarımın həcmidir. Onda deyirəm ki, 6 kub metrdə 9 ton tutursa, 453,6 kub metr neçə ton tutar? Daha çox həcm, daha çox kütlə. X-i tapmaq üçün 453,6-nı vurum 9-a, bölüm 6-ya. Cavab eləyər 680,4 ton. 18. Uzunluğu 18 metr, qalınlığı 0,8 metr, hündürlüyü 2,1 metr olan divarı tikmək üçün 16.800 kərpic lazımdır. Birinci həcmini tapaq. 18 vur 0,8 vur 2,1. eləyir 30,24. Deməli, 30,24 kub metr üçün bizə lazımdır 16.800 kərpic. Bəs uzunluğu 15 metr, qalınlığı 0,6 metr və hündürlüyü 1,2 metr olan divarı tikmək istəyirəm. Bunun da həcmini tapaq. 15 vur 0,6 vur 1,2. Bu deyilir 10,8. Onda 10,8 kub metr üçün mənə nə qədər kərpic lazımdır? Düz mütənasib olar da 10,8-i vuraram. Gəl buradan yazım. 10,8-i vurarıq 16.800-ə, bölərik 30,24-ə.
bölərik 30 tam %24. Cavab eləyir 6. Bizə 6000 kərpic lazım. 19-cu sual deyir ki, x və y düz mütənasib cəmiyyətdir. Düz mütənasib cəmiyyətlərin düsturunu tez yazırım. Y bərabərdir k böl x. K-ı tapanda y-i bölürəm x-ə. Verilənlərə şərtə görə mütənasiblik əmsalını tapın və x-in y-dən asılılıq düsturunu tapın. Uşaqlar, mütənasiblik əmsalı, yəni k-ı tapsam, 9-u böləcəm 3-ə neçə eləyəcək? 3. Düsturumuz y bərabərdir 3 vur x. Burada mütənasiblik əmsalımızı tapsaq, 20-ni böləcəyik 5-ə 4. Düsturumuz y bərabərdir 4 vur x. Yəni k-ı tapıb gətirib burada qoyuram yerinə. Burada k-ı tapsam, 20-ni 8-ə bölsəm, 2 onda 5 düşər. 2 onda 5, düsturum y bərabərdir 2 tam onda 5 vur x. Burada k-ı tapsam, 28-i 4-ə bölürəm 7, y bərabərdir 7 x. Burada k-ı tapsam, 42-ni 7-yə bölürəm 6, düsturum y bərabərdir 6 x. Burada k-ı tapsam 8, düsturum y bərabərdir 8 x. Sahəsi 24 kvadrat metr olan otağın döşəməsini rəngləmək üçün 7,2 kilo boya lazımdır. Gəlin biz tapaq görək uşaqlar, 1 kvadrat metr üçün nə qədər boya lazımdır? Yəni 7,2-ni bölək 24-ə. 7,2-ni bölürəm 24-ə, eləyir 0,3. Bu mənim, bu 1 kvadrat metr deyil, bu mənim k-ımdır. Bu mənim y-imdir uşaqlar. Bu da mənim x-imdir. İndi mənə deyir ki, mütənasiblik əmsalını tapın və mənasını izah eləyin. Mütənasiblik əmsalı həmin otağın 1 kvadrat metrində sərf olunan boyanın kütləsini göstərir. Yəni 0,3. İşlərdən boyanın miqdarından otağın sahəsində asılılıq düsturunu yaz. Yəni y istəyir. Onda y bərabərdir 0,3 vur x-ə. Düzdür? İndi bizə deyir ki, sahə 36, 45, 21 olanda m tap. Onda gəlin belə y-lə yazmayaq da uşaqlar. Bir dəqiqə. Buranı silin. Çünki s-lə kiloqramla istəyir. Bu bizim s-imizdir. Bu da bizim m-imizdir. Düzdür? Bu da bizim 1 kvadrat metrinin kütləsidir də k-imizdir. Bu da bizim buradan m-i tapsam, yazıram m bərabərdir k vur s. Onda m-i tapsam 0,3 vur. S-in yerinə bir dəfə 36 qoyaram. Sonra m bərabərdir 0,3 vur 45. Sonra m bərabərdir. Sonra 21 vur 0,3. Bu eləyər 6,3. Bu eləyər 13,5. Bu da eləyər 10,8. 21-ə baxaq. X və y düz mütənasib cəmiyyətlərdir. X mütənasib, k mütənasiblik əmsalı 3-ə bərabərdir. Yəni, burada hamısında k-ların qiyməti 3-dür. X-in y-dən asılılıq düsturunu yazın. Y bərabərdir 3 x olacaq və deyir cədvəli tamamla. Y-i tapmaq üçün 3-ü 2-yə vuracağım. 6, 9-u 3-ə böləcəyəm. 3, bura olacaq 12, bura olacaq 15, burada olacaq 5,5. Sonra düz mütənasib asıllıq qrafiki var uşaqlar. Gəlin buna da nəzər yetirək. Deyir, düz mütənasibliyin asıllıq qrafikini əsasən mütənasiblik əmsalını tapın və bu asıllığının düsturunu yazın. Yazaq. Baxıram uşaqlar, bu koordinatda birinci həmişə x-i, sonra y-i verirlər. Biz də k-ı tapanda y-i x-ə bölürük də, yəni 6-nı 3-ə bölürük. Bu da necə eləyir? 3. Düsturum nə alır? Y bərabərdir 3x. Burada 6-nı neçə böləcəm 4-ə? K bərabərdir 6 böl 4, o da bərabərdir 1,5. Düsturum olar y bərabərdir 1,5 x. Burada 1-i 2-yə böləcəm. K bərabərdir 1 böl 2, o da bərabərdir 0,5. Y bərabərdir 0,5 x-ə. 24-də baxaq. Y və x dəyişəninin düz mütənasib asıldır. Mütənasiblik əmsalını tapın və düsturu yazın. Cədvəli tamamlayın və qrafik qurun. Birinci k-ı tapaq uşaqlar biz buradan.
K neçə olar? 8-i 2-yə bölürəm 4. Deməli, hamısında cavab neçədir? 4. 4-ü 1-ə vururam 4. 12-ni 4-ə bölürəm 3. 4-ü 4-ə vururam 16. Burada K 0,5'dir. Bu olacaq. Bir dəqiqə, hamısına 0,5 yazım. 0,5'i 1'ə bölmüşəm. 0,5, 1,5'i 3'ə bölmüşəm. 2'ni də 4'ə bölmüşəm. Eləyib 0,5. Sonra burada baxaq. Hamısında cavab 1'dir. K. Burada olacaq 4, burada 2, burada da 1. Düsturumuz nə olacaq? Y bərabərdir 4x. Y bərabər 0,5x. Y bərabərdir 1x. 25. Düz mütənasiblik asılılığın qrafiki A 3, 15'dirsə, uşaqlar mütənasiblik əmsalını tez tapaq buradan. 15'i bölərəm 3'ə. Neçə eləyir? 5. Verilmiş nöqtədə qrafik üzərində yerləşir. Boş xanaya uyğun koordinatlar arasında. Deməli, hamısında K5'dir. Yəni, hamısını x, y-ə bölmüşəm, cavab 5 alınıb. O deməkdir. Onda 1,5'i 5'ə vuraram, 7,5. 20'ni 5'ə bölərəm, 4. 5'i 5'ə vuraram, 25. Yəni, belə düşünün də, neçəni 5'ə bölsəm 5 eləyir. 20'ni neçəyə bölsəm 5 eləyir. Neçəni 1,5'ə bölsəm 5 eləyir. 12,5'i 5'ə bölsəm 2,5 alınır. Kvadratın perimetri və onun tərəfi arasındakı asıllıq cədvəldə verilmişdir. Yəni, P bərabərdir burada 4A-dır. A 2-dirsə, perimetri 8-dir. Perimetri 24-dirsə 6-dır. Yəni, burada hamısı neçə olmalıdır? Uşaqlar K 4 olmalıdır da. Düzdür. Bura 20, bura 9, bura 40, bura 12, burada olar 60. Şəkildə fərqlərin dəstgahı hazırladığı detalların sayının iş saatınız asıllığı verilmişdir. Yəni 25 K 5'dir. Yəni Y bərabərdir 5 vur X-ə. Bu düz mütənabi asıllıq qrafikidirmi? Onu 2'yə bölürəm 5, 15'i 3'ə bölürəm 5, bəli. Fəhlə 3 saat işlədikdən sonra neçə detal hazırdır? Fəhlə 3 saata detalların sayı. İş saatı X-dir. 3 sahada. Neçə detal hazırlayacaq? X-i 3'dürsə Y-i 15'dir. 30 detal hazırlamaq üçün 30'u böləcəyəm 5'ə. 6 saat işləməlidir. Sonra mütənasiblik əmsalı neçədir və nəyi göstərir? Mütənasiblik əmsalı 5'dir. 1 saatda işlədiyi detalın sayını göstərir. Qrafikdə yazmışam uşaqlar. Bu da Y bərabərdir 5x. Fəhlə 9 saat işləsə neçə detal hazırlayır? 1 saatda 5 detalcısa 9 saatda da 45 detal hazırlayır. Düz mütənasibliyə aid dərsimiz bu qədər uşaqlar. Kim hansı hissəni başa düşməsə şərh bölməsində qeyd eləsin. Sağ olun.